Salam, hörmətli həmkarlar. Bildiyiniz kimi nazirlikdən qayıblarla bağlı məlumat gəlibdir və biz o qayıbları özümüzdə elektron jurnal platformamızda menyuda tarixçə bölməsində görə bilərik. Biz burada şagirdlərin adını, hər hansısa bir şagirdin adını seçməklə, məsələn 17-si tarixində, məsələn Məhəmmədin 5 saat dərsi var. O 5 saat ərzində Məhəmmədin hansı dərslərdə qayıb yazılıbdır. Şagirdin adını seçirik, sinifini seçirik, tarixçəni göstəririk və daxil oluruq, şagirdin tarixçəsinə baxırıq. Məhəmməd 1-ci saat dərsdə iştirak edib, 2-ci saat etməyibdir və yaxud da 2-ci saat iştirak edib, 3-cü, 4-cü saat iştirak etməyibdir. Bu vaxtı müəllimlər ona qayıbları düzgün şəkildə veriblərsə, bu artıq bizim qarşımızda görsənəcəkdir.